Hər vaxtınız xeyir. Bugün buzluğa ata biləcəyiniz şabalıd reseptini sizinlə bölüşəcəm. Keçək hazırlamağa. İlk olaraq şabalıdların baş hissəsini və yan tərəfini göstərdiyim formada bıçaqla kəsirəm. Bu, həm rahat bişməsi, həm də asan təmizlənməsi üçün vacibdir. Daha sonra suyu qaynadıram və ocaqdan götürmürəm, qazın orta ateşində saxlayıram. Qaynayan suyun üzərinə bir qədər duz əlavə edirəm və duz tamamilə əridikdən sonra şabalıdları az-az suya tökürəm. Şabalıdları təxminən 2 dəqiqə qaynar suda saxlayıram. Vaxt tamam olduqdan sonra şabalıdları sudan çıxarıb isti-isti təmizləyirəm. Çünki soyuduqdan sonra qabığını təmizləmək daha çətin olur. Təmizlədiyim şabalıdları sarı köklü suyuq suya əlavə edirəm və biraz həmin suda gözlədirəm. Bu rənginin gözəl qalmasına kömək edir. Daha sonra suyunu süzürəm. Hazır olan şabalıdları paketlərə paylayıram. İçərisinin havasını çəkirəm və buzluğa yerləşdirirəm. Beləliklə şabalıdlarımız buzluq üçün hazırdır. Hazırlayacaq hər kəsə nuş olsun, kanalıma abunə olub mənə dəstək olmağı unutmayın.